Salam, hər vaxtınız xeyir olsun. Dost TV nefrində xoş gördük sizləri. Sizlər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırsınız. Bu dəfəki verilişimizdə mövzumuz yüksək texnologiyalı protezlərlə təminat və bu mövzu ilə əlaqədar studiyamıza dəvət etdiyimiz qonağımızı sizlərə təqdim edirəm. Qonağımız Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcilovdur. Asif müəllim, xoş gördük sizi verilişimizdə. Hoş gördük. Elə istərdim ilk sualımızda bundan başlayaq Asım müəllim. Yüksək texnologiyalı protezlər haqqında məlumat verərdiniz. Buyurun. Müasir dövrdə protezləşmə sahəsində yüksək texnologiyalı protezlərin mühüm rolu vardır ki, bu da əlilliyi olan şəxslərin, xüsusilə də ətraflarında amputasiya olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Yüksək texnologiya protez son illərdə artıq bu süni intellektin tətbiqi ilə də eyni zamanda paralel olaraq özünün belə inkişaf dövrünü keçməkdədir. Hazırda bir çox vasitələrlə yanaşı, yüksək texnologiya protezlərdə də həmin süni intellektin demək tətbiq olunur ki, bu da həmin protezlərin müasirliyinə və əlilliyi olan şəxslərin, amputasiyası olan şəxslərin cəmiyyətə dediyim kimi inteqrasiyasında mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Azam, müasir protezlərdən danışdı, yəni dünya praktikasında da var, artıq bütün istiqamətlərdə müasirləşmə baş verir. Bəs ənənəvi protezlərdən fərqi nədir? İstərdim onu da edəsiniz. Burada ənənəvi protezdən fərqi ondan ibarətdir ki, ənənəvi protezlərdə, istər yuxarı ətraflarda, istər aşağı ətraflarda olan protezlərdə əsasən mexaniki üsullarla protezi hərəkətə gətirmək metodlarına istifadə olunur ki, bu da bilavasitə pasientlərdə, əlilliyi olan şəxslərdə müəyyən bir vərdişlərin formalaşması üçün zəruri bir hal idi. Lakin bu protezlər, hazırki bu müasir protezlər, elektron protez dediyimiz kimi, biyonik protezlər daha doğrusu, bu insan əvvəlcədən proqramlaşdırılmış şəkildə insanın müəyyən hərəkətlərini edə biləcəyini əvvəlcədən planlaşdırır, daha doğrusu əvvəlcədən proqnozlaşdırır və ona uyğun hərəkət funksionallığını icra etmiş olur. Yuxarı ətraflarda biraz bu başqa cürdür, aşağı ətraflarda biraz fərqlidir. Aşağı ətraflarda əsasən insanın dediyim kimi hərəkət edə biləcəyi ilə bağlıdır. Yuxarı ətraflarda isə bu iş xüsusilə sinirlərdə olan impulslarla əlaqədərdir. Əgər güdülün üzərində olan sinirlər həmin impuls ötürücüləri vasitəsilə siqnal verir və protez pasiyentin istədiyi hərəkəti etmək məcburiyyətində olur, belə deyək. Bu mövzuya daha bir geniş vaxt ayırarıq, qayıdarıq və istərdim Asman, səbəbindən asılı olmayaraq bütün əlilliyi olan şəxslər yüksək texnologiyalı protezlərlə təmin oluna bilərlər. Yoxsa bunun üçün xüsusi meyar mövcuddur? Demək, qeyd edim ki, ümumiyyətlə əlilliyi olan şəxslərin həm yüksək texnologiyalı protezlərlə, həm də digər zəruri reabilitasiya vasitələri təminatı mövcud qanunvericilik çərçivəsində həyata keçirilir. Sonuncu dəfə bu qanunda 20 iyun 2024-cü ildə dəyişik edilmiş bu qaydalar 18 dekabr 2020-ci ildə qəbul olunmuşdur ki, bilavasitə həmin bu yüksək texnologiyalı protezlərin həmin qaydalarda əlilliyi olan şəxslərə təqdim edilməsi nəzərə alınmışdır. Bu xüsusilə də qeyd etmək istəyirəm ki, bu dərhal Vətən müharibəsindən sonra baş vermiş bir prosesdir ki, çünki bu bizim Vətən müharibəsində əzalarını itirmiş bizim qazilərimizin müasir protezlərlə təmin olunması həm bizim qarşımızda, həm də ölkə qarşısında mühüm bir məsələ kimi qoyulmuşdur ki, bu da o həmin qərarla həllini tapmış oldu. Amma qeyd edim ki, yüksək texnologiya protezlərin verilmə qaydası demək, əgər şəxsin 2 və daha çox ətrafında amputasiyası varsa, burada ola bilər ki, bir əl, bir ayaq, yaxud 2 ayaq,
yaxud 2 əl olarsa, bu halda ona tətbiq olunur. Daha bir hal isə xüsusi səbəb hesab olunur. Xüsusi səbəb də bizim bildiyimiz kimi əsasən bizim vətən müharibəsi iştirakçıları olanlardır ki, onların vətən müharibəsi istər birinci, istər ikinci Qarabağ müharibəsində yaralanaraq ətraflarında amputasiya olan şəxslərə şamil olunur. Bayaq yüksək texnoloji protezlərin aşağı ətraf protezlərindən danışdıq. İstərdim onun üstün tərəflərini izah edərdiniz. Elektron vasitələrlə təchiz olunmuş aşağı ətraf protezlərində bu məmulatın bu hissəsi əsas diz oynağı olur ki, bu diz oynağı dizdən yuxarı amputasiyası olan bizim əllərimizin protezləşməsində istifadə olunur və onun demək istər müxtəlif nahamar səthlərdə, istər demək pilləkənin çıxmasında, düşməsində bu protezlər, bu diz oynaqları insanın edə biləcəyi, etməli olduqları hərəkəti əvvəlcən planlaşdırır, proqnozlaşdırır və buna artıq əziyyət çəkilməsinə, pasiyentin əziyyət çəkməsinə ehtiyac qalmır. Çünki həmin bu hərəkəti, həmin diz oynağı yerinə yetirmiş olur. Yəni bir növ dəstək zamanı üstələyir. Yəni qarşıda olan maneəni ya qalxması üçün ya əgər addımdan asılı olaraq zəruri belə deyək formanı seçir, zəruri hərəkət formasını seçir və ona görə də pasiyentin hərəkətini tənzimləyir. Onu yıxılmaqdan qoruyur. İndi bizim elə diz oynaqları var ki, hətta yıxılmaq ehtimalı varsa belə o zaman onun əks hərəkətini icra etmiş olur ki, bu da şəxsin protez istifadəsinin yıxılmasının qarşısını almış olur. Aşağı ətrafdan danışdıq. İstəyirdim, bəs yuxarı ətraf protezlərin funksionallığını onu da izah edərdiniz? Yuxarı ətrafların funksionallığı aşağı ətraflara baxanda daha çoxdur. Amma onun icrası daha çox belə deyək, vərdiş tələb edir. Çünki burada əsasən insanın yuxarı ətraflarında amputasiyanın səviyyəsinə asılı olaraq dirsəkdən aşağı, dirsəkdən yuxarı hallarda 2 impuls ötürücü olur. Amma edə biləcək hərəkətlər, pasiyentin yuxarı ətraflarda edə biləcək hərəkətlərin sayı 36-ya yaxındır. Yəni hazırda bizdə tətbiq olunan müasir texnologiya yuxarı ətraf protezlərində 36 hərəkət növü pasiyent seçə bilər. Bunu yalnız iki impuls ötürücüsündən olur ki, bunu biraz indi ola bilsin ki, mən tam detallı izah etsəm də belə izləyicilər üçün biraz ola bilər ki, anlaşılmaz olsun. Amma o ötürülən 2 impuls ötürücüsü bu 36 hərəkəti etmək üçün müəyyən kombinasiyalar var ki, həmin istifadəçi həmin kombinasiya etməlidir. Müəyyən hərəkətlər var ki, o hərəkətləri etməlidir. Yaxud da bunu belə deyək, biz həmin protezlərlə bərabər müəyyən planşetlər veririk ki, həmin planşetlərdən istifadə etməklə o hərəkətini tənzimləyə bilər. Onun hərəkət ardıcıllığını və hərəkətin dəyişməsini də tənzimləyə bilər. Yaxud da müəyyən hərəkətlər var ki, özünü edə biləcəyi müəyyən hərəkətlər var ki, o hərəkətlərlə bunu tənzimləyə bilir. Və eyni zamanda istərdim bu sualını cavablandırarsınız. Beynəlxalq texnoloji protezlərdə beynəlxalq əməkdaşlıqla bağlı son illər hansı işlər görülüb? 2019-cu ildə bizim mərkəzimizdə əsaslı təmir işləri yekunlaşmışdır ki, bundan sonra həmin təmir işləri ilə bərabər biz ən müasir avadanlıqların demək mərkəzə gətirilməsini təmin etmişdik və həmin avadanlıqların köməkliyi ilə biz ən son texnologiyalar əsasında hazırlanmalı olan protezlərin istehsalını həyata keçirə bilirik. Bununla bağlı bizim əməkdaşlıq etdiyimiz bir neçə şirkətlər var ki, bunlar dünya miqyasında tanınmış bir şirkətlərdir. Qeyd etmək istəyərdik, bunlar Almaniyanın Ottobock firmasıdır, İslandiyanın Össur firmasıdır, Rusiyanın Metis Impex firmasıdır və eyni zamanda bizim Danimarkanın da idman protezlə bağlı Danimarka firması ilə də əməkdaşlıq edirik. İdman protezlə bağlı dediniz, mərkəzimizdə idman protezləri istehsal olunur və istərdim bununla bağlı da bizə məlumat verəsiniz. Əvvəldə qeyd etdiyim kimi bizim Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixi 500 və 501 saylı qərarlarla tənzimlənən bizim qaydalarda idman protezlərinin və digər əlavə protezlərin verilməsi də nəzərdə tutulmuşdur ki, bununla bağlı bizim pasiyentlərimizin
istəyindən və onların həyat tərzinə asılı olaraq onlara həm idman protezlər, həm eyni zamanda yuxarı ətraflar üçün işçi protezlər əlavə olaraq verilə bilər. Eyni zamanda digər protezlər, üzmək üçün protezlər verilə bilər. Son illərdə bizim vətən müharibəsi iştirakçıları xüsusilə bu idman protezlərindən istifadəyə yaxşı mənada meyil göstərirlər. Bizim də demək həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, həm də bizim agentlik tərəfindən bu xüsusilə dəstəklənir və mütəmadi olaraq onların biz həm belə deyək, həm tədbirlərini həyata keçiririk, həm yarışlarını həyata keçirə bilirik. Bu demək olar ki, bizim o gənc istifadəçilər, amputasiyası olan, xüsusilə də dediyim kimi bizim 2-ci Vətən müharibəsindən sonra amputasiyası olan bizim gənclərimizdir ki, onlar idman protezdən istifadə etməyə çox həvəs göstərirlər və bu da düşünürəm ki, onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq amillərdən biridir. Asman, Vətən müharibəsi iştirakçılarından danışdınız, protezlərlə təminatdan, idman protezlərlə təminatdan danışdınız. İstərdim elə bir qısa da olsa məlumat verərdiniz. Vətən müharibəsi iştirakçılarının protezlərlə təminatdan neçə nəfər şəxs təmin olunub protezlərlə? Yəni, istər idman protezi ilə, istər yüksək texnoloji protezlərlə. Buyurun. Demək, bu qeyd etdiyim kimi qaydalar qəbul olunduqdan sonra 20-ci ildən etibarən bu proses başlanılmışdır. Bu proses başlandıqdan sonra biz həm 1-ci Qarabağ müharibəsi dövründə, həm də Vətən müharibəsi dövründə, eləcə də həmin arada olan dövr ərzində yaralanaraq ətrafında amputasiyası olan, o cümlədən qeyd edim ki, bizim aprel döyüşlərimiz də var. Onların protezləşməsi həyata keçirməyə başlamışdır ki, hazırda bugünə olan rəqəmlərimiz bizim 500-dən artıq, bizim Vətən müharibəsi iştirakçısı 620-dən artıq müasir və yüksək texnologiyalı protezlərlə təmin olunmuşdurlar ki, bunlar da düşünürəm ki, onların həyatında mühüm rol oynayacaq bir şərtdir. Asman, bu yüksək deməli texnoloji protezlərdən danışdıq və istərdim bu beynəlxalq sahədə bu sahə üzrə çalışan mütəxəssislərin dəvət olunması, bizim öz yerli peşəkar mütəxəssislərimiz bu sahədə hansı işlər görülür? Ümumiyyətlə, həm bu sahə ilə bağlı işlərin bilik və bacarıqların artırılması istiqamətində, həm biz beynəlxalq, bizim əvvəldə qeyd etdiyim, bizim əməkdaşlıq etdiyimiz tanınmış şirkətlərin biz nümayəndələrini dəvət edirik. Eyni zamanda onlar bizi, yeni məhsullarını bizdə istər-istəməz maraqlıdırlar ki, bizdə tətbiqini həyata keçirsinlər. Bununla bağlı demək olar ki, ildə ən aşağısı 4-6 dəfə bizim seminar və treninqlərimiz olur ki, bu da bizdə həm işlərdə, vərdişlərin formalaşmasında, həm onların bu bacarıqlara yiyələnməsində yaxşı mənada öz təsirini göstərmiş olur. Yeni müasir nələrsə çıxırsa, artıq onun tətbiqinə də başlanılır da mərkəzizdə. Bəli, bəli. Yəni, məsələn, mən qeyd etmək istəyərdim ki, indi hazırda biz yeni avadanlıqlar mərkəzimizdə quraşdırmışıq ki, artıq, məsələn ki, indi düzdür bizim yüksək texnologiya protezlərə aid olmasa da, amma məsələn, ayaqqabı işlərinin ən müasir üsullarla, skanerlərlə hazırlanması, skanerlər pasientlərin üzərindən ölçü götürərək hazırlanması, eləcə də protezlərin həmin bizim bu yüksək texnologiya protezlərin xüsusi avadanlıqla gizlislərə, xüsusi avadanlıqla hazırlanması həyata keçirilir ki, bu da düşünürəm ki, ciddi bir irəliləyiş hesab oluna bilər. Aydındır, Asman, verilişimizin sonuna yaxınlaşıq, elə istərdim elə sonuncu sualda cavablandırasınız. Yəni, yüksək texnologiyalı protezlərin tətbiqi dövlətin sosial siyasətində hansı əhəmiyyətə malikdir? Mən qeyd etmək istəyərdim ki, bununla bağlı həm ölkə rəhbərliyinin, həm bizim nazirliyin rəhbərliyinin xüsusi bir həssaslığı yanaşır ki, çünki bu Cənab Prezident də bir dəfə çıxışını hətta qeyd etdi ki, bu protezlərin hazırlanması, ölkəyə gətirilməsi, eləcə də onlara mütəmadi olaraq xidmət göstərilməsi böyük bir həm maddi, həm də belə deyək, bizdən məsuliyyət tələb edən işlərdən biridir ki, düşünürəm ki, bu sahədə biz bu nailiyyətlərə nail ola bilmişik. Bir təvəzzökarlıqdan uzaq da olsa deyim ki, bizim pasientlərimizin bu istiqamətdə belə deyək, məmnunluğu yüksək səviyyədədir. Təşəkkür edirəm, Asım müəllim, verilişimiz sonuna çatmaq üzrədir. Studiyamıza gəldiyiniz üçün sağ olun. Sağ olun.
Hörmətli tamaşaçılar, xatırladım ki, studiyamızın qonağı Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov idi. Siz Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi fəaliyyət istiqamətlərindən bəhs edən dayaq nöqtəsi verilişinə baxırdınız. Sağ olun.